İsmail dayın yanındayıq Nərmanovda. Belə bir köhnə televizoru var idi. İl yarım idi bu televizor 60 qırağa işlətmirdi. Telefonda deyir YouTube'a baxmaqdan gözüm ağrıyırdı. Həm bu köhnə televizor smart elədi. Şükür Allah'a bir dənə A klass aparat verdi, idealini, orijinal aparat verdi. Və aparatın keyfiyyətini görürsünüz. Yəni elə bil ki, gedib nə bilim 2-3 minlik televizor alıb. Düzdür, indi o Girdirmə Zimmer, Hoffman televizorları alırlar. Bu onun tayı deyildi, elə bil OLED televizor işlədirsən. Həm televizor smart elədim, görsən necə rahat açır. Həm bunda kanallar yox idi, antenna crossuna ehtiyac olmadan bunun üçün qəşəng bir paket yazdım. Özümüz də paketə nəzarət edirik, şükür Allaha qəşəng. Nə bilim, fikirləşməyəcək ki, aylıq ödəniş ödəyim, nə fikirləşməyəcək, nə bilim, çöldə crossun külək oldu, kanal etdi, nə kabel belə oldu. Qədər idealini özümüz nəzarət edirik, baxdı. Bir dənə LAN kabel atdıq. Modemi buradaydı, modemi. Baba buradaydı. Ben buradaydı. Ben bir tane LAN kabel attım. İdealini de işləyir. Xeyir olsun dayı. Sağ ol.